Salam, hörmətli müəllimlər. Bugünkü mövzumuz təhsil verənlərin etik davranış prinsipləridir. İlk öncə gəlir qanunçuluq. Qanunçuluq təhsil verən əmək funksiyalarının icrası, Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin və digər normativ, hüquqi və normativ xarakterli aktların tələblərinə əməl edilməlidir. Deyək ki, qanun qayda nə qoyulubsa ona əməl edilməlidir. Məsəl üçün, məktəblərdə səhər saat 8-də hər bir müəllim məktəbdə olmalıdır və bu bir qaydadır. Elə müəllim də deyir ki, mən səhər saat 8-də dərsdə olmaq istəmirəm, 9-da 10-da gəlmək istəyirəm və burada artıq nə olur? Qanunçuluq pozulmuş olur və yaxud da məsəl üçün, elə məktəblərdə var ki, direktorlar müəllimlərdən pul alaraq dərs saatlarını artırırlar. Artıq burada nə oldu? Qanunçuluq pozulmuş oldu. İndi isə gəlir vicdanlı davranış. Vicdanlı davranışda deyir ki, təhsil verən cəmiyyət və dövlətin maraqları naminə öz fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirmə borcludur. Təhsil verən hər bir şəxs üçün vicdanlıq nümunəsi olmalıdır. Məsəl üçün, müəllim dərs zamanı görür ki, şagirdlərdən birinin halı pis olur və müəllim həmən şagirdə fikir vermir, öz dərsini keçir və dərsdən sonra baxır. Yəni, dərs vaxtı həmən şagirdə, belə deyək də, soyuq yanaşır. Öz dərsini keçirsə, artıq burada nə oldu? Vicdanlı davranış pozulmuş oldu. Əgər müəllim vaxtında həmən şagirdə kömək etsə, şagirdlərə müəllim nə cür görsənəcək? Bir vicdanlıq nümunəsi kimi görsənəcək. İndi isə gəlir loyallıq. Loyallıq nədir müəllimlər? Loyallıq da lovğalığın əksidir. Burada da yazılıb ki, təhsil verən vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar qanunsuz fəaliyyət istisna olmaqla tənqidi ictimai mülahisələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Təhsil verən öz fəaliyyəti ilə bağlı mediadan və sosial şəbəkələrdə, çıxışlarda çalışdığı müəssisə tərəfindən müəyyən olunmuş qaydalara əməl etməlidir. Loyallıq dedik ki, lovğalığın əksidir. Məsəl üçün, müəllim, 2 nömrəlinin müəllimi, fiziki tərbiyə müəllimi, şagirdləri deməli, 6 nömrəliyə voleyboldan və yaxud da basketboldan yarış aparır. Və getdiyim məktəbin, belə deyək də, pis deyir. Müəllimlərin pis deyir, idman zalını deyir ki, o idman zalı xoşuma gəlmədi, şagirdlərin pis deyir ki, heç bir yaxşı oynamadı, ancaq bizim şagirdlər yaxşı oynadılar, çalışdılar. Burada artıq nə oldu? Loyallıq pozulmuş oldu. İndi isə gəlir müəllimlər mədəni davranış. Mədəni davranış deyir ki, təhsil verən təhsil prosesinin iştirakçıları ilə davranışda nəzakətli və təmkinli olmalıdır. Təhsil verən xidməti, fəaliyyəti ilə əlaqədar iradılara, tənqidi fikirlərə hörmətlə yanaşmalı və onları dəyərləndirməlidir. Təhsil verənin xarici görkəmi və geyimi çalışdığı təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına uyğun olmalıdır. Yəni, burada müəllim, direktorla, kollektivlə, şagirdlərlə, valideynlə, öz geyimi ilə bir mədəni davranışı göstərir. Məsəl üçün, deyək ki, müəllim abartılı geyinib, deyək ki, dırnaqlarına qırmızı lak vurub, abartılı bir makyaj edib, deyək ki, qızılların üst-üstə daxıb gəlib, məsəl üçün, deyək də. Və müəllimlərdən də biri həmən müəllimə öz fikrini, rəyini bildirir ki, yəni sadə geyimdə olmalıdır. Və burada da müəllim əgər qayıtıb desə ki, özüm bilirəm necə geyinib gəlirəm, bu mənim stilimdir. Burada artıq nə olur? Mədəni davranış pozulmuş olur. Əgər müəllim, belə deyək də,
ona rəy bildirən müəllimin sözünə diqqət etsəydi, gələn dərs sadə geyinib gəlsəydi, burada mədəni davranış gözlənilmiş olacaq idi. Həm də kişi müəllimlərə də aiddir. Deyək ki, məktəb bir forması var və müəllim də belə deyək də cins şalvarda, sadə bir futbolkayla gəlirsən, yəni məktəb geyimində gəlmirsə, deyək ki, kostyumda gəlinməlidir. Yəni məktəb geyimində gəlmirsə, adi bir formada gəlirsə, gündəlik belə deyək də, gündəlik bir geyimdə gəlirsə, burada artıq nə oldu? Mədəni davranış pozulmuş olur və müəllimlərdən də həmən kişi müəllimə belə deyək də rəy bildirirlərsə, deyirlər ki, məsəl üçün məktəbin məktəb forması var. Müəllim də sonradan belə deyək də məktəbə necə geyinməlidir, həmən o geyimdə gəlirsə, burada mədəni davranış gözlənilmiş olur. Və əgər həmən müəllimə desə ki, özüm bilərəm, necə istəyirəmsə elə də geyinərəm, burada mədəni davranış pozulmuş olur. Yəni qadın müəllimə də, kişi müəllimə də mədəni davranış ikisinə də aiddir. Qərəzsizlik. Qərəzsizlik də nədir müəllimlər? Təhsil verən vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya siyasi mənsubiyyətinə görə təhsil alanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır. Təhsil verən özünün və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır. Məsələn, deyək ki, 8 mart günü şagirdlər fizika müəlliməsini təbrik edirlər. Bəziləri belə deyək də müəllimə üçün hədiyyələr alıb gətirir. Bəziləri isə elə belə sözdə belə deyək də təbrik edir. Və müəllim də hədiyyə verən şagirdləri daha çox belə deyək də dərsdə həmən şagirdləri çıxardır, lövhəyə çıxardır, sual-cavab edir, dərs soruşur. Amma elə belə sözlə təbrik edən şagirdləri isə sual-cavab etmir. Artıq burada nə oldu? Müəllim fərq qoymuş oldu. Fərq qoyursa nə olur? Qərəzsizlik olur. Deyək ki, məsəl üçün, iki müəllim arasında konflikt yaranıb, həmən deməli, konflikt yaranan müəllimin şagirdinə də deyək ki, dərs deyir. Və o biri şagirdlərdən belə deyək də ayrı seçkilik, başqa şagirdlər arasında ayrı seçkilik eləyir. Deyək ki, həmən konfliktdə olan şagird də az sual-cavab eləyir. Başqa şagirdlərə isə yaxşı sual-cavab edir. Artıq burada nə oldu? Həmən bu şagirdlər arasında ayrı seçkilik yarandı və ayrı seçkilik etdi müəllim. Əgər müəllim konflikti belə deyək də dərsdə bildirməsəydi, burada qərəzsizlik gözlənilməmiş olacaq idi. Əgər müəllim belə deyək də konflikti dərsdə də biruzə verirsə, deyək ki, həmən müəllimin övladına sual-cavab vermir, dərsə çıxartmır, dərs soruşmur, amma o biri şagirdləri sual-cavab edir, dərs soruşur. Artıq burada nə oldu? Qərəzsizlik pozulmuş oldu. Çünki müəllim şagirdlər arasında fərq qoymuş olur. Deməli, konflikt də olsa müəllim bunu dərsdə bildirməməlidir. İndi isə gəlir ictimai etimad. İctimai etimad nədir müəllimlər? Təhsil verən təhsil müəssisəsinin nüfuzunu möhkəmləndirməyə, öz adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Təhsil verən etik davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırılmalı və ictimai etimadın bərpası üçün tədbirlər görməlidir. Təhsil verən çalışdığı təhsil müəssisəsinin və onun rəhbərinin fəaliyyəti barədə media subyektlərinin qanunvericilik müəyyən edilmiş hallarda və qaydada doğru dürüst məlumatlar
almasına köməklik göstərməlidir. Burada artıq nə oldu? Bunlar hamısı ictimai etimada aiddir. İctimai etimad da nədir müəllimlər? Deyək ki, müəllimdən müsahibə götürülür. Müəllim də deyir ki, müəllimdən soruşulur ki, sizə neçə saat dərs saatı verilib? Və müəllimə deyək ki, məsəl üçün 34-32 saat verilibsə, müəllim də deyir ki, mənə 18 saat verilib və məlumatı səhv çatdırır. Sonra məlumatı səhv olduğunu belə deyək də anladıqdan sonra gedir deyir ki, mənə 18 saat verilməyib, mənə deyək ki, 34 saat verilib. Zəhmət olmasa belə deyək də bu səhvliyi aradan qaldırasınız, təzədən müsahibə götürün. Burada artıq nə oldu? İctimai etimad oldu. Çünki artıq səhv məlumatın gedilməsinin qarşısını alındı və vaxtında həmən səhv düzəldildi. Bu da adlanır nə? İctimai etimad. Və yaxud da qəzet çıxarılanda, qəzetdə hansısa bir müəllim haqqında səhv məlumat verildikdə, belə deyək də, hansısa bir qəzetdə kitab haqqında dərc olunub, kitab haqqında səhv məlumatlar verilir. Sonradan tezdən səhvlər, belə deyək də, bilinir ki, harda səhv olunursa, həmən adam öz səhvini düzəldirsə, burada da deməli ictimai etimad gözlənilmişdir. Anındaca elə bir ki, səhvliyin qarşısı alınır. İndi isə gəlir müəllimlər insanların hüquq, azadlıq və qanun maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Deməli müəllimlər, bu əvvəlki qayda ilə deməli konfidensiallıqdır. Kitab çıxandan sonra deməli etik davranışlarda dəyişikliklər oldu. Həmən dəyişiklik də konfidensiallıqdır və konfidensiallığın belə deyək də adının uzun formasıdır. Konfidensiallıq indi əvəz olunub insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmətlə. İndi isə gəlin baxaq. Təhsil verən insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, deməli, onların şərəf və ləyaqətini, həmçinin işgüzar nüfuzunu ləkəyə biləcək qərarlar qəbul etməməli və hərəkətlərə və ya hərəkətsizliyə yol verməməli. Təhsil verən qanunla nəzərdə tutulmuş hallarda istisna olmaqla vəzifəsinin icrası ilə bağlı təhsil alanların, onların valideynləri və ya digər qanun nümayəndələrinin, habelə həmkarların şəxsi həyatı barədə ona məlum olan informasiyanın müxtəlifliyini təmin etməlidir. Təhsil verən vəzifəsinin icrası ilə bağlı ona məlum olan xidmət məlumatlarının müxtəlifliyini qorumalı, ictimailəşdirməməli, özünün və digər şəxslərin mənafeyi üçün istifadə etməməlidir. Deməli, konfidensiallıq, yəni köhnə adı konfidensiallıq və yeni adı insan hüquq, azadlıq və qanun maraqlarına, şərəf ləyaqətinə, işgüzar nüfuzuna hörmət. İndiki adı budur. Belə deyək də, loru dildə mənası nədir? Məsəl üçün deyək ki, ibtidai sinifdə işləyən müəllim, ibtidai sinif müəllimi deməli, dərs keçdiyi şagirdlərdən birinin valideyni ona bir belə deyək də problemin, ailə içi bir problemi anlatır ki, yəni uşaq buna görə dərsdən qalıb, yəni olur da bəzən olur ki, problemlər yaranır, uşaqlar bəzi səbəblərdən dərsdən qalınır və indi valideyndir, müəllimə belə deyək də bir yaxın bilib fikrini deyir, yəni problemin danışır və müəllim də gedir bunu bir başqa valideynin yanında danışır və yaxud da müəllimin yanında danışırsa, burada nə olur? Gizlilik pozulmuş olur. Və yaxud da deyək ki, müəllim iclas keçirtir. İclas zamanı bəzən elə olur ki, bir valideyn həmişə gecikir
və həmən valideynlə də əlaqə saxlayır ki, niyə gecikirsə, həmən valideyn də müəllimə problemin belə deyək də danışır ki, bu problemə görə mən deyək ki, iclasa gələ bilmirəm, vaxt tapa bilmirəm, işlə əlaqədar falan. Müəllim də iclas vaxtı deyir ki, məsəl üçün filan belə deyək də valideyn kimi olmuyor. O valideyn çox belə deyək də uşağına önəm göstərmir, belə deyək də məsələn iclasa vaxtında gəlmir. Yəni bunları həmən müəllim iclas vaxtı qabartıb deyirsə, burada artıq nə olur? Gizlilik pozulmuş olur. Yəni burada nə olmalıdır? Gizlilik saxlanılmalıdır. Yəni valideyn müəllimə nə deyibsə, elə orada da qalmalıdır. Bugünkü dərsimizdə bu qədər müəllimlər. Gəlin baxaq görək bu günləri nələr öyrəndik. Deməli, təhsil verənlərin etik davranışlarından qanunçuluq oldu. Dedik ki, hər bir müəllim qanun qaydaya riayət etməlidir. Sonra gəlir vicdanlı davranış. Dedik ki, hər bir müəllim vicdanlı olmalıdır, vicdanlılıq nümunəsi olmalıdır. Sonra gəldi loyallıq. Loyallıq da lovğalığın əksidir. Yəni, misalda dedim ki, elə müəllim var ki, deyək ki, 2 nömrəli müəllimi gedir bir yarışa 6 nömrəliyə, həmən getdiyi məktəbi pisləyir, məktəbin şagirdləri, müəllimin. Burada artıq nə oldu? Loyallıq pozulmuş oldu. Mədəni davranış. Mədəni davranışda deməli nə oldu müəllimlər? Yəni burada kollektivlədir, direktorladır. Sonra müəllim belə deyək də sadə geyinməlidir. Geyimi ilə də yəni mədəni davranış yerinə yetirilmiş olur. Deyək ki, müəllim abartılı geyinirsə, burada nə olurdu? Mədəni davranış pozulmuş olur. Sonra gəlirdi qərəzsizlik. Yəni, müəllim şagirdlər arasında fərq qoymamalıdır. Əgər fərq qoyursa, burada qərəzsizlik gözlənilmişdir. İctimai etimad. İctimai etimadda da, məsəl üçün, deyək ki, müəllim səhv məlumat veribsə, həmən məlumatı tez bir zamanda aradan qaldırırsa səhv məlumatı, burada da ictimai etimad gözlənilib. Sonuncu da gəlirdi insan hüquq, azadlıq və qanun maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət. Yəni, köhnə qaydadan konfidensiallıq. Bu da nədir müəllimlər? Gizliliyi, müəllim gizliliyi qorumalıdır, saxlamalıdır. Bu qədər müəllimlər. Videomuzu da bəyənib, like etməyi də unutmayın. Sağ olun müəllimlər. Gələn dərslərdə də görüşərik.